Salam müəllimlərimiz, xoş gördük sizləri. Mən Yazgül Hacıyeva. Hal-hazırda siz mənim təqdimatımda 2026 çərçivə sənədi əsasında növbəti qəbul tipli situasiya sualının izahına nəzər salırsınız. Gəlin hal-hazırda situasiya sualına diqqət edin. Situasiyada bizə qeyd olunur ki, sinifdə şagirdlərdən qrup işi zamanı layihə təqdimatı hazırlamaq tələb edilib. Müəllim tapşırığı elan edərkən bütün şagirdlərdən eyni formatda rəngli plakat və təqdimat çıxışı hazırlamağı istəyir. Qrupda danışmaqda çətinlik çəkən bir şagird var. O layihədə iştirak etmək istədiyini desə də, müəllim onun çıxış etməsini məqsəd uyğun saymır və sən sakit otur, başqaları təqdim etsin deyir. Digər şagirdlər müəllimin bu qərarına etiraz etməsə də, həmin uşaq özünü kənarda qalmış hiss edir. Bu vəziyyətdə müəllimin yanaşması ilə bağlı ən doğru ifadə edən fikir hansıdır? Burada bizim diqqət etməli olacaq məqam nədir? Müəllim nə edib? Qrup işi verib. Şagirdlər təqdimat hazırlamağı verir. Tapşırığı elan edəndən sonra deyir, bütün şagirdlərə deyir, eyni formatda verib. Qrupda deyir, danışmaqda çətinlik çəkən şagird var. O layihədə iştirak etmək istədiyini desə də, müəllim onun çıxış etməsini deyir, etiraz edibdir. Məqsədə uyğun saymayıb. O şagirdə deyir ki, başqası etsin. Digər şagirdlər də müəllimin deyir, qərarını etiraz etməsə də, özlərini kənarda qalmış deyir, hiss etmiş olublar. Ümumiyyətlə, müəllimin burada biz görürük ki, situasiyada nə var? Ünsiyyət tərzində problem var. Və ümumiyyətlə, biz şagirdlərlə ünsiyyət tərclərimizə diqqət etməliyik. Müəllimin tədris prosesində birinci növbədə mühiti düzgün formalaşdırılması lazımdır. Fəaliyyətdən öncə. Gəlin cavablara baxaq. Müəllim şagirdin psixoloji vəziyyətini qorumaq məqsədi ilə onu çıxışdan azad edib, xeyr, psixoloji vəziyyət deyil. Ona deyir ki, sən sakitsən, otur. Ona görə şagirdi hansı ki, fəaliyyətdən kənarlaşdırmış olubdur, sözlə. Müəllim tapşırığın məqsədinə uyğun hərəkət edib, çünki hər kəs eyni formatda təqdimat etməlidir, xeyr. Hər kəs eyni təqdimatın edilməsi deyil. Sinifdə hər bir şagirdin tapşırığı təqdim etməsi ilə bağlı icazə verilməlidir. Biz şagirdlərdə təqdimat bacarığı olsun, ünsiyyət olsun, qərar qəbul etmə olsun, problem həll etmə olsun. Yəni, layihə işidirsə sözsüz ki, burada yumşaq bacarıqlar, sosial bacarıqlarımız ön plandadır. O demək deyir ki, hansısa şagirddə az, hansındasa qismən çoxdursa, biz az olan şagirdi tədrisdən kənarlaşdırırıq. Olmaz. Müəllim fərdi xüsusiyyətləri nəzərə almadan inklusiv təlim mühitini pozub. Bəli, müəllim o şagirdə fərdi yanaşmadı, inklusivliyi pozub. Diferensial yanaşmanı tətbiq etməyib, bəli. Niyə? O şagirdi tədris prosesindən kənarda saxlayıb. Müəllim şagirdin özünü rahat hiss etməsi üçün deyir, təqdimatdan uzaqlaşdırıb, xeyr, şagird rahat hiss etməsi yox. Əksinə, müəllimin şagirdə bu tərzdə deməsi ki, sən çox sakitsin, o şagirdə əksinə özünü rahat hiss etməsi üçün zərbədir, rahat bir mühit formalaşdırmayıb. O şagird artıq qapalı düşüncə tərzinə keçib ki, mən təqdim etmə bacarığım yoxdur. Müəllim tapşırığın bərabərliyini qorumaq üçün bütün şagirdlərdən eyni formatda nəticə tələb edir. Xeyr. Müəllim bərabərliyin qorunması üçün hər bir şagirdə təqdimat üçün şərait yaratmalıydı. Nəinki təqdimat bacarığı zəif olan şagirdi kənarda qoymamalıydı. Ona görə də Y də doğru olmadı. Burada özünü rahat hiss etməsi də olmadı və doğru cavabımız oldu C variantı. Müəllim şagirdə fərdi və diferensial yanaşmayıb. Deməli, müəllimlər, diqqət edilirsə bizim tapşırıqlarımızda bir mövzu yox, bir neçə mövzunun əlaqələndirilməsi var, inteqrativliyi var. Ona görə də bu suallar qəbul tipli situasiya sualdır, interaktiv sualdır. Buna görə bir neçə mövzunu biz bilməliyik ki, məqsədyönlü şəkildə əlaqələndirərək situasiya tapşırıqlarını yazmış olaq. Kanalımızı izləməkdə davam edin. Sizin üçün qəbul tipli situasiya suallarımızın
Təqdimatı davamlı şəkildə YouTube kanalımızda öz əksini tapmış olacaq.